Bu 3 nəfərin mövlududur. Diqqət edin, bunlar 3 nəfərin bir dənə ortaq yeri Kərbəladır. İmam Hüseyn əleyhissalam Allahın vəlisidir. İmam Səccad əleyhissalam Allahın vəlisidir. Əbəlfəzl Abbası bəy ağa dedi ki, cəmaət elə bilməsinlər ki, bu kişi bunlarla bərabərdir. Yox, amma gör nə qədər izzət tapıb ki, cəmaət bunları bərabər bilir. İzzət tapmağa bax bir dənə. Nədən irəli gəlir bu? Atiullah və atiur Rasul. Əgər Allaha itaət eləmək istəyirsən, Allaha itaət elə, yolunu göstərir. Rəsula itaət. Həzrəti Rəsul da deyib ki, mənim canişinim filan kəsdir. O deyib, mənim canişinim filan kəsdir. Məsəl üçün, zəmanəsinin imamına xidmət edirdi Əbəlfəzl Abbas. Və İmam Səccad əleyhissalam deyir ki, məqamı elə məqam olacaq qiyamətdə ki, bütün şəhidlər qibtə eləyəcək ona. Bu, onun xidmətinin keyfiyyətini göstərir. Xidmətin keyfiyyətini. İmam Hüseyn əleyhissalam ona uca bir məqam verdikcə, onu ələmdar eləyir, bayraqdar eləyir, komandir eləyir. Amma o özünü yenə də nökər bilir və deyir ki, məsəl üçün, mən heç o boyda yerin adamı deyirəm ki, İmam Hüseynə xidmət eləyim. Mən onun balaları üçün su getirərəm. Bu xidmət mənə kifayətdir.